Salam, hər vaxtınız xeyir. Gəlin bu gün MHM-dən çətin tipli sualların izahına baxaq. Bizim qohumlar sabahcan gözlədilər. Sonra heç kimin gəlmədiyini görərək əmimgilin əşyalarını da özləri ilə apardılar. Kim? Gözlədilər. Kim? Qohumlar. Hansı qohumlar? Bizim. Nə qədər gözlədilər? Nə vaxta kimi? Sabahacan. Nə yapardılar? Əmimgilin əşyalarını nə zaman apardılar? Heç kimin gəlmədiyini görərək, yəni sonra heç kimin gəlmədiyini görərək kimi ilə özləri ilə tamamlıq. Bizim yerlərdə hamı mərdanə davranırdı. Nə edirdi? Davranırdı. Nə tərzdə? Mərdanə. Harada? Bizim yerlərdə kim? Hamı. Heç kəsin qaçaqları ələ verdiyi görülməmiş, xarici ağaların dedikləri edilməmişdi. Nə etmişdi? Xarici ağaların dedikləri edilməmiş. Edilməmiş, yəni yerinə yetirilməmiş mənasındadır ayrıca. Nə edilməmişdi? Xarici ağaların dedikləri nə edilməmişdi? Görülməmiş idi. Bu da xəbərdə idi, ixtisar olunubdur, yəni. Heç kəsin qaçaqları ələ verdiyi. Nə görülməmişdi? Heç kəsin qaçaqları ələ verdiyi. Təyinlə başlayan cümlədə qoşma ilə işlənən zaman zərfli rolundadır. Təyinlə başlanan cümlə hər ikisində birinci cümlədə təyinlə başlanır. Sonra deyir qoşma ilə işlənən zaman zərfi. Sabaha kimi. Görürsünüz, qoşma ilə işlənən zaman zərflik rolundadır, düzdür. Deməli, bu birə aiddir. Bizdən nə istəyir? Fərqli cəhətləri. Götürürəm biri. Nümunədəki yeganə təyin düzəltmə sözlə ifadə olunmuşdur. Cümlədə yeganə təyin birinci cümlədə bizim sözüdür. İkinci cümlədə isə mənim təyinim olacaqdır. Baxım olacaqdır, gözümə dəymədi. Deməli, nümunədə yeganə təyin, düzəltmə sözlər. Burada gözümə dəymədi, heç biri üçün ortaq deyil. Tamamlıqlardan biri aslı tərəfi bir variantlı şəkilçi ilə yaranmış isim olan isim birləşmə ilə, digəri qoşmalı əvəzliklə ifadə olunmuşdur. Tamamlıqlardan biri, baxıram birinci cümlədə tamamlığın əmimgilin əşyalarıdır. Deyir, aslı tərəfi bir variantlı şəkilçi, əmimgil, aslı tərəf əmidir. Doğrudan da oradakı gil şəkilçisi bir variantlıdır. Yaranmış isim olan ismi birləşmə, bəli, əmimgilin əşyalar ismi birləşmədir. Digəri qoşmalı əvəzliklə ifadə olunub, digəri tamamlığa baxıram. Bizim özləri ilə, bəli, özləri ilə də qoşma ilə ifadə olunub. Deməli, bu 3 də yalnız bura aiddir. Cavabımı 1, 3 olaraq qeyd eləyirəm. Baxaq cavablara 1, 3. Cavablarda ola bilər ki, Y çıxsın 1, 3, 4. Tərz hərəkət zərfliyi, düzəltmə zərflə, yer zərfliyi ismi birləşmə ilə ifadə olunmuşdur. Tərz hərəkət zərfliyi, düzəltmə zərf. Baxaq. Tərz hərəkət zərfliyi hardadır? Mərdanə. Mərd sözündən mərdanə. Düzəltmə zərfdir. Bəli, düzdür. Yer zərfliyi ismi birləşmə. Yer zərfliyi də bizim yerdir. Bu da üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunubdur. 4-ü də düz götürdüm. Elə cavabım 1, 3, 4 olacaq. Bütün fe'li birləşmələr baş üzv rolunda çıxış etdiyi cümlədə zaman zərfliyi yer almışdır. Baxıram birinci cümlədə. Birinci cümləmdə mənim fe'li birləşməm. İkinci cümlədə heç kəsin qaçaqları ələ verdiyi mübtadadır. Xarici ağaların dedikləri fe'li sifət tərkisində mübtadadır. Bu düzdür. Bura baxıram indi birinci cümləyə. Bax, sonra heç kəsin gözləmədiyini görərək, burada amma zərfli rolundadır. İndi bizə nə deyirdi? Bütün fe'li birləşmələr baş üzv rolunda çıxış etdiyi cümlədə zaman zərfliyi yer almışdır. Baxaq görək zaman zərfliyi burada yer alıb. Baxıram birinci cümləmə. Bizim yerlərdə yer zərfliyidir. Mərdanə tərz hərəkət zərfliyidir. Deməli, burada zaman zərfliyi yer almayıbdır. Ona görə 5-ci variantım da yanlış olacaqdır.